Lerik rayonunda çay evində spirtli içki içən tanışlar arasında yaranan mübahisə cinayətlə nəticələnib. Hadisə Lerik şəhəri Nizami küçəsində yerləşən Butat çay evində baş verib. Lerik rayon sakini 1998-ci il təvəllüdlü Afik tanışı Ağacanla birlikdə 21 noyabr 2024-cü ildə saat 20:20-də Butat çay evinə gəliblər. Onlar spirtli içki qəbul etdikdən sonra sərxoş halda heç bir əsaslı səbəb olmadan mübahisə ediblər. Bu zaman Afik ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, qərəzli hərəkətlər edib və qəsdən çay evinin masasına təpik vurub. Nəticədə masanın üzərində olan bir ədəd örtük şüşəni, bir ədəd pivə bakalını, həmçinin digər masanın bir ədəd stulunu da təpiklə vuraraq sındırması nəticəsində çay evinin icarədarına 120 manat maddi ziyan vurub. Hadisəni törədən Afiqin barəsində Cinayət Məcəlləsinin 221.1 xulqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zor tətbiq olunması hədəsi ilə, həbilə özgənin əmlakının məhv edilməsi yaxud zədələnməsi ilə müşahidə edilən qərəzli hərəkətlər maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Afik ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, tanışı Ağacanla birlikdə Lerik şəhərində yerləşən Butat adlı çay evinə gəliblər. Çay evinə qədər artıq başqa bir yerdə spirtli içki qəbul etmişdik. Çay evində də Ağacanla çox az miqdarda yenidən spirtli içki qəbul etdik. Çay evində olarkən Ağacanla aramızda sözlü mübahisə baş verdi. Spirtli içkinin təsiri də olduğum üçün Ağacanın hərəkətləri xoşuma gəlmədi. Əsəbləşərək masanın təpik zərbəsi vurdum. Masanın üzərində olan şüşə örtük və bir ədəd pivə bakalı yerə düşərək sındı. Daha sonra digər masanın stoluna da təpik zərbəsi vurub onu da sındırdım. Bundan sonra çay evini tərk etdim. Hadisə vaxtı Ağacana heç bir xəsarət yetirməmişəm. Hazırda əməlimdən peşmanam deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. İş üzrə zərər çəkmiş qismində ifadə verən Xaliqin sözlərinə görə Lerik şəhərində yerləşən Butat çay evinin çayçı işlədir. Hadisə günü saat 20:20-də Lerik şəhər sakinləri Afik və Ağacan müştəri qismində çay evinə daxil olaraq spirtli içki qəbul etdilər. Bir neçə dəqiqədən sonra spirtli içkinin təsiri altında olan Afik ilə Ağacan arasında sözlü mübahisə baş verdi. Afik əsəbləşərək təpiklə masanın üzərinə vurdu. Masanın üzərində olan şüşə örtük üzərində olan pivə bakalı ilə birlikdə yerə düşdü və sındı. Daha sonra Afik çay evində olan digər masanın stolunda təpik vuraraq sındırdı. Afik ümumilikdə çay evinə 120 manat məbləğində maddi ziyan vurdu. Hadisədən sonra Bakı şəhərində yaşayan çay evinin sahibi Cavidə zəng edərək bu barədə məlumat verdim. Daha sonra Cavidin əmsi oğlu hadisə yerinə gəldi. Hadisə təxminən 15 dəqiqə davam etdi. Orada Lerik şəhər sakinləri Altay, Füzuli və tanışmadığımda digər 2 şəxs də olub. Hazırda mənə dəymiş ziyan Afik tərəfindən tam olaraq ödənilib. Ondan şikayətim və tələbim yoxdur deyə zərər çəkmiş şəxs ifadəsinə belə yekun vurub. Bu cinayət işinə Lerik rayon məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə Afik 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirlənmiş şəxsin üzərinə Lerik və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Lerik şəhərində yerləşən evi gecə saat 00:00-dan səhər saat 07:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.
Təqsirləndirilən şəxsin üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsini yaşayış yeri üzrə Lerik rayon İcra və Probasiya şöbəsinə həvalə edilib.